Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Deməli, üç əsas kitabına davam edirik və biz öyrəndik ki, müəllif rahimehullah ilk kitabın əvvəlində buyurur ki, "İ'lem rahimekallah, bil Allah sənə rəhm etsin, ennehu yecibu aleyna ta'allum arba'a mesail." Bizə 4 məsələni öyrənmək vacibdir. Və 4 məsələdə birinci nə idi? Birinci elm. Elm öyrənmək. Elm də dedik ki, nədir? Allahı, Rəsulunu və İslam dinini dəlillərindən bilmək. Bu elmə aiddir. Bu birinci. Sonra ikinci nə idi? Əməl. Yəni elmə əməl. Üçüncü dəvət və dördüncü də səbr. Bu məsələləri biz keçdik. Yəni şeyx bir müqəddimə kimi 4 məsələni 3 əsasdan əvvəl gətirdi. Və indi gəlir, yəni buyurur ki, rahimehullah, buna dəlil və dəlil qavluhu Teala, Allah Teala'nın ayəsi Əsr surəsində Allah Teala buyurur ki, "Vel asr", əsrə and olsun ki, "İnnel insane lefi xusr." İnsan xüsran, ziyan içindədir. Və sonra istisnalar kimlərdir? İstisnaları Allah Teala buyurur ki, "İllellezine amenu", iman gətirənlər, "və amilus salihati", salih işlər görən, "və tevasav bil haqqi", haqqı tövsiyə edənlər, "və tevasav bis sabr", və səbri tövsiyə edənlər. Və bu Əsr surəsi əzəmətli bir surədir və bu 4 məsələyə dəlil var burada. 4 məsələ hansı ki, dedik, elm, əməl, dəvət, səbir. Əsr surəsində buna dəlil var. Və bütün xeyirlərin əslidir bu 4 məsələ. Əsrə Allah Teala, əsr nədir? Əsr zamandır. Zamana Allah Teala and içir, əsr vaxtına. Və zaman elə bir şeydir ki, həmin zamanların içərisində ibadətlər zamanın içərisində olur və qazanc da zamanın içində olur və ziyana uğramaq da zamanından istifadə etməməkdən olur. Ona görə insan vaxtından, zamanından istifadə etməlidir. Bu ömür bir zaman bizə verilibsə, o xeyir əməllər zamanın içində olur. Həmin vaxtdan istifadə eləməliyik ki, yəni biz xüsrana uğramayaq. İnsanın xeyri həyatını faydalı istifadə etməsindədir. Allaha itaətdə istifadə etməsidir və Allaha itaətdə olarsa böyük uğurda olar. Və in savvadal insan awqatahu bil ma'asi, yəni insan öz vaxtını günahlarla qaraldarsa, o zaman xüsran içində, ziyan içində olar. Böyük bir ziyan içində. Allah Teala istədiyi şeyə and içə bilər. Vel asr, vet tin, vet zeytun və s. Və insana, məxluqa, Allahdan qeyrisinə isə and içmək icazəli deyildir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Kim Allahdan qeyrisinə and içərsə, artıq şərik qoşmuşdur. Və heç kəsə and içmək olmaz. Allahdan başqa. İstəyir Peyğəmbər olsun, Peyğəmbər haqqı, yəni demək olmaz, mələyə and içmək və s. Kim olursa olsun. Allahdan qeyrisinə and içilməz. Və Allah subhanahu wa ta'ala nəyə görə and içir? Vel asr. Allah subhanahu wa ta'ala yəni bizə hər bir şey doğru, sadiqdir, doğru xəbərlər verir. Heç anda belə baxanda Allahın andına ehtiyac yoxdur. Allah sadaqallah. Və nəyə görə? Məsələnin mühümliyini bildirmək üçün. Vel asr, and içir ki, ondan sonra gələn məsələ nə dərəcədə mühümdür. Bunu bizə bildirmək üçün. İnnel insane lefi xusr. İnsan ziyan içindədir. Yəni bu işin nə cür ciddi olmasını bizə bildirmək üçün Allah Teala and içir. Və Allah Teala xüsrana uğrayanlara deyir, insan ziyan, xüsran içindədir, sonra istisnaları gətirir. Bu ziyan içində olmayanlar kimlərdir? Onları bildirir ki, illellezine amenu, iman gətirənlər və amilus salihati, yəni iman gətirib salih işlər görənlər. Bu birinci. Yəni bunlar çıxdı oradan. Xüsrandan çıxdı. Və şək yoxdur ki, əməl də imandandır. Əməl ayrı, iman ayrı bir şey deyil. Əməl imandandır. Yaxşı, deyə bilərsiniz ki, yəni illellezine amenu, sonra vav gəldi və salih əməllər. Ayrıldı axı. Və həmçinin biri deyə bilər ki, vav gəldisə bağlayıcıdır. Ondan sonraki başqa bir şeydir.
Misal olaraq Xalid və Muhammed gəldi. Xalid ayrı, Muhammed vavla ayrıldı. Yəni, niyə görə deyirsiniz ki, iman əməldir? Əməl imandır, yəni əməl imandandır. Yəni əməl imandan ayırmırsınız. Buna cavab olaraq yəni birincisi əməl nə dərəcədə imanın nə dərəcədə mühüm olan bir hissəsidir, onu göstərir. Misal, o gecə mələklər və ruh Cəbrail nazil olur. Cəbrail mələk deyilmi? Cəbrail də mələkdir. Və niyə görə ayırdı? O demək ki, ayrı bir cinsdir. Xeyr, Cəbrail də elə mələklərdəndir. Ruh Cəbraildir. Və huvə minəl mələikə bilə şək. Şək yoxdur ki, Cəbrail də mələkdir. Kimdəsə şək var bunda? Şək yoxdur. Və Allah subhanahu wa ta'ala onu xas vurğuladı, xüsusi şəkildə. Mələklər və Cəbrail. Nəyə görə? Onun məqamının uca olmasını bildirmək üçün. Yəni, Cəbraili xüsusi vurğuladı Allah subhanahu wa ta'ala. Və kəzəlikə hunəl əl-əməlus salih daxilu fil-iman. Və həmçinin salih əməllər də imana daxildir. Vəl-əməlus salih minəl iman, lakinnəhu ufridə lit-təhkid alə şə'nihi. Salih əməllər də imandandır və ona görə salih əməllər bir növ xaslaşdırdıq. Yəni, iman gətirib salih əməllər işləmək. Çünki salih əməllərin nə cür böyük dərəcədə, yəni əhəmiyyətli olduğunu bildirmək üçün. Aydın oldu? Misal gətirdim mələkləri. Mələklər və ruh Cəbrail. Ruh Cəbrail mələklərdəndir. Sadəcə ayrı zikr olundu ki, onun əzəmətini bildirmək üçün. Həmçinin iman gətirib salih işlər görmək. Salih işləri də ayrıca vurğuladı ki, imandandır yenə də. Amma nə dərəcədə böyük bir əhəmiyyətli olduğunu bildirmək üçün. Və ənəhu muradun a'zam muradatil iman. Və o imandan istənilən ən əzəmətli şeylərdəndir. فهذه الآية الكريمة دليل على أن العمل الصالح من أعظم ما في الإيمان. Ona görə bu ayə də dəlildir ki, illellezine amenu ve amilus salihati. Ayə dəlildir ki, imandan, yəni iman, əməl imanın ən əzəmətli məsələlərindəndir. Necə ki, başqa bir ayəti də misal gətirmək olar. Əməlin imandan olması barəsində. Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki: "Və mə kənəllahu liyudi'a imanəkum." Allah sizin imanlarınızı puç etməz. Ayə nə haqda nazil olub? Ayə namaz barəsində nazil olub. Qiblənin dəyişdirilməsi haqqında. Yəni sahabələrin bir qismi, yəni biraz onların qəlblərində sanki bir şübhə düşmüşdü ki, şübhə deməyək, yəni deyək ki, bir narahat idilər ki, əvvəl qiblə digər istiqamət qüssə tərəf olduğu zaman namaz qılan qardaşları, dünyadan köçən qardaşları o istiqamətə qılırlar. İndi vəfat elədilər, dünya dəyişildi. Qiblə dəyişildi. Qiblə dəyişildi Kəbəyə tərəf. Və narahat idilər ki, onların namazları batil oldu yoxsa yox. Allah Teala bu ayəni nazil etdi. Allah sizin imanlarınızı puç etməz. Namazı iman adlandırdı. Deməli, əməl də imandandır. Və fəllezine amenu billahi qawlan bil lisan və i'tiqadan bil canan və amalan bil jawarih vel arkan mustesnun min el xusran. Ona görə kim ki iman gətiribsə, illellezine amenu. Yəni iman gətirənlər, iman da necə olmalıdır? Dillə söyləmək, qəlblə etiqad eləmək, bir də nədir? Əməllərlə. İman, söz, əməldir. Yəni əməl də həm daxili, həm zahiri əməllərdir. Bunlar hamısı iman sayılır. Kim bunu etdisə, artıq o bir məsələ qalxdı ondan. Xusrandan olan bir məsələ qalxdı. Və sonra Allah Teala buyurur ki: "Və təvasav bil haqqi." Və haqqı tövsiyə edənlər. Bu da nə məsələ, hansı məsələdir? Dəvət məsələsidir. Keçən dərsdə bu haqda danışdıq, dəvət haqqında. Və həmçinin ondan sonra gələn məsələ də nədir? Və təvasav bis sabr. Və səbri tövsiyə edənlər. Və bu
bu ayədən 3 məsələ çıxdı. 3 məsələ. Hansı məsələ? Əməl, dəvət və səbr. Əməl, dəvət və səbr. Düzdürmü? İllellezine amenu və amilus salihati, bu ikisi nədir? Əməldir. İmanla əməl salih işlər görmək, bunlar ikisi də əməldir. Sonra dəvət eləmək, haqqı bəyan etmək, haqqı tövsiyə etmək, bu dəvətdir. Üçüncü də nədir? Səbr. 3 məsələ çıxdı. Yaxşı, elm hanı? Dedik axı, elm, əməl, dəvət, səbr. Elm yoxdur. Hanı elm? Elm məsələsində deməli, el-ilm mevcud fi kulli hada. Hər birində elm var əslində. Gəlir əməl, əməl də elmsiz olmur. Dəvət, dəvətdə də elm var. Elm olmalıdır yəni. Dəvət elmsiz olarmı? Səbr, səbrin də elm olmalıdır səndə. Ona görə deyir ki, el-ilmu mevcud fi kulli hada. Hər birində elm var. Elm mevcuddur yəni bunların hər birində və hər biri elmə dəlalət eləyir. Yəni, çünki elm lazımdır bunların hər birində. Və imanda elm lazımdır. Yəni, iman gətirmək üçün də bilməlisən. İmanda elm lazımdır və həmçinin əməldə elm lazımdır. Əməlsiz elm necə, elmsiz əməl nə əməl olacaq o? Və həmçinin elmsiz əməl heç səhih də deyil. Dedik ki, əməlin qəbul olması üçün ixlasla olmalıdır, Allah üçün olmalıdır. Bir də necə olmalıdır? Sünnəyə müvafiq şəkildə, Peyğəmbər sallallahu aleyhi ve sellemin yoluna uyğun, müvafiq şəkildə. İkisindən biri olmazsa, əməl məqbul deyil. Odur ki, illellezine amenu və amilus salihati. İman gətirib salih işlər görənlər, dəlilun aləl ilm. Elmə dəlil var burada həmçinin. Və təvasav bil haqqi la yakunu illa anil ilm. Yəni, haqqı tövsiyə eləmək, dəvət eləmək də elmsiz alınmaz. Keyfə yuğrafil haqq min qeyri tariqil ilm, la yuğrafil haqq illə min tariqil ilm. Ona görə haqqı ancaq biz elmdən öyrənə bilərik, elmdən bilə bilərik. Və bu əzəmətli surədir, bizə qazancın, xeyrin yolunu göstərən, insanın doğru yola yönəlməsi üçün yol göstərən odur ki, burada 4 məsələ, 4 sifət gəldi. O da nədir? Allaha iman gətirmək və o imanın da, əməl də imandandır. Dəvət eləmək və yəni insanları pislikdən, haramlardan, günahlardan, asiliklərdən nədir? Çəkindirmək. Səbr etmək. Və səbrin də növlərini keçən dərs götürdük. Və bu da cihad, nəfslə cihad etməyin mərtəbələridir. Nəfslə cihaddır bunlar. Və ən əzəmətli nəfslə olunan cihadlardan sayılır. Əzəm ənval cihad və həzi məratibül arba, 4 mərtəbə əlləti varada fi surətlər. Yəni Əsr surəsində gələn bu 4 mərhələ. Elm, əməl, dəvət, səbr. Bunlar hamısı nədir? Burada cihad eləmək. Bu məsələdə ki, ən əzəmətli cihadın növlərindən sayılır. Və İbn Qayyim rahimehullah buyurur ki, nəfslə cihad etmək 4 mərtəbədən ibarətdir. Birincisi, yəni elm mərtəbəsidir. İnsan elmdə hidayəti öyrənmək, hidayət yolunu öyrənməkdə, dini, haqqı öyrənməkdə səy göstərməsi, cihad etməsidir. Çalışmasıdır. Çünki ondan, yəni elmsiz nicata uğramaq olmaz. Xeyrə uğramaq olmaz, xeyrə çatmaq olmaz. Elmdən insan uzaqlaşarsa, hər iki diyarda bədbəxt olar. Dünyada həm axirətdə bədbəxt olar. İkinci, nəfslə cihad etməyin ikinci mərtəbəsi, İbn Qayyim rahimehullah buyurur ki, əməldir. Əməl. Yəni, əməldə insan nəfslə cihad etməsi. Xeyr əməllərdə. Və illə mücərrəd ilm bilə əməl. Yəni, çünki əməlsiz elm keçən dərslərdə də deyik ki, fayda verməz. Yəni, əksinə insana ziyanı var. Üçüncü də nədir? Ən yücəhidə alə dəvətili. Və dəvətdə insan cihad etməlidir. Nəfsi ilə cihad etməlidir. Dəvət məsələsində. Dəvət eləməlidir. Və tə'limihi və la, yəni öyrətməkdə və öyrənməkdə, təlimdə çalışmalıdır. Əgər bunu etməzsə, haqqı gizlətmiş sayılar. Sən haqqı bilirsən, özün əməl edirsən, heç kəsə dəvət eləmirsən. Haqqı gizlədənlərdən olacaqsan.
Ona görə nə edir? Bəyan eləməlisən, insanları dəvət eləməlisən. Və keçən dərsdə dedik ki, dəvət də mühüm məsələdir. Dəvəti tərk eləmək olmaz. Hər kəs bildiyinə dəvət eləməlidir. Kimdən başlamalıdır? Öz yaxınlarından. Öz yaxınlarından, evdən, qonşudan, tanıdıqlarından münasibət yaratmalıdır. Əxlaqla, yəni öz əxlaqı ilə həmçinin dəvət eləməlidir. Tək dillə yox. Dilin bir şey deyəcək, əməlin başqa şey, o dəvətin faydası olmaz. Ona görə yəni dəvət də ən birinci əxlaqla olur. Münasibət, gözəl münasibət yaratmaqla. Necə ki, misal olaraq Yusuf əleyhissalam. Yusuf əleyhissalam səhv eləmirəmsə 13 il, yəni 2 ilsə deyirlər türmədə qalıb, zindanda. Ora gələn kimi oradakıları dəvət elədi, amma birbaşa başlamadı dəvətə. Birinci başladı gözəl şəkildə onların münasibət yaratmağa. Ona görə alimlər deyir ki, başladı birinci özündən danışmağa, öz yəni tanışlıq kimi. Münasibət yaratdı, gözəl münasibət yaratdı. Ondan sonra başladı ki, Allah mı xeyirlidir yoxsa o birisi ibadət olunanlar? Niyə görə Allaha şərik qoşulur? Artıq başladı dəvətə. Ona görə birinci münasibət yaradırsan və həmçinin dəvət olunanın halını bilməlisən. Böyüklə necə dəvət olunur, kiçiklə necə dəvət olunur. Hər kəsə uyğun bir tərzdə dəvət aparmalısan. Hamı ilə bir olmur. Dəvət olunanın halını bilməlisən. Bu şərtdir. Yəni, insan var ki, sən ona qorxudan ayələr gətirmək daha məsləhətdir ona. Qorxu, yəni vaid deyirlər. Vaid ayələri. İnsan var ki, ona əksinə vaid ayələri, yəni cənnət ayələri gətirmək daha ona fayda verər. Baxırsan vəziyyətə. Təbii ki, hər ikisi bərabər olmalıdır, amma üstünlüyü nəyə verirsən, artıq insanın halına görə dəyişir. Dördüncü nə idi? Dördüncü cihad insanın ən yücəhidə alə sabr. Səbir məsələsində. Səbir məsələsində. Alə məşəqqət, dəvətdə olan məşəqqətlərə səbr etmək, itayətlərdə olan, yəni əziyyətlərə səbr etmək. Bu məsələdə də insan cihad etməlidir. Və İbn-i Qeym buyurur ki, فَإِذَا اسْتَكْمَلَ هَذِهِ الْمَرَاتِبُ الْأَرْبَعِ صَارَ مِنَ الرَّبَّانِيِّينَ. Əgər bu 4 mərtəbəni, səbrin bu 4 mərtəbəsini kamilləşdirərsə, Rabbanilərdən olar. İnsanın səbri də necə olmalıdır? Allah üçün olmalıdır. Allah üçün səbr etməlisən. Əllə yəkun sabrahu min əcli iktisabil qulub. İnsanların qəlblərini qazanmaq üçün yox. Səbr eləyirsən, nəyə görə dəvət eləyirsən, nəyə görə dəvət eləyirsən? İnsanlar sənə yaxınlaşsın, özünə dəvət eləyirsən. Yəni, belə olmalı deyil. Allaha dəvət eləmək lazımdır və Allah üçün səbr etmək lazımdır. Və yaxud insanları ətrafa yığıb çoxaltmaq, cəmaat başıma yığılsın. Yox, bu hamısı nədir? Bəladır, müsibətdir. Allaha dəvət eləməliyik, haqqı deməliyik, Allah üçün səbr etməliyik. Bizdən çatdırmaqdır. Gələr, hidayəti verən Allahdır. Gəlməz bizim işimiz deyil o. Biz deməliyik. Sən dedin, əlhəmdülillah, əcri qazandın. O gəlsə, əlhəmdülillah, onun etdiyi bütün əməllərdən sənə savab gələcək. Yəni, sən ola bilər, gecə yatırsan, o gecə namazına duracaq. Sən dəvət etmirsən onu, gecə namazına durur. Sən yatdığın yerdə savab qazanacaqsın. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Əli radiyallahu anh dəvətə göndərir. Birinci, onlarla deyir, get, dəvət elə və nə deyir? Deyir ki, bir nəfər gəlsə sənin səbəbinlə, sən qırmızı dəvədən daha xeyirlidir. Qırmızı dəvədə o vaxtın indiki ən bahalı maşını sayılır. Sanki o maşından sənə daha xeyirlidir. Nəyə görə? Rahat qazançdır da, qardaş. Sən Quran oxuyursan, oxuduğun Qurana görə savab qazanırsan. Öyrətmirsən 5 nəfəri, dəvət eləmirsən, öyrətmirsən 5 nəfəri, hər onların oxuduğu Qurandan sənə savab var. Bəlkə də sən məşğulsan, işdəsən, gücdəsən, onlar etdiyi əməllərdən sənə savab gəlir. Əlhamdülillah. Öləndən sonra da gələcək. Ona görə dəvət mühümdür. Dəvətin böyük əcri var və həmçinin dəvətdə olan məşəqqətlər də böyükdür. Səbir eləməlisən. Pis sözlə də, kobudluq da eləyə bilərlər, elə sənə pis davranıla bilərlər, elə söz deyərlər ki, qardaş, adam nə bilim, səbir ola bilər, 7 qatından keçir adamın. Nə eləməlisən? Səbir etməlisən. Və Şafi rahiməhullah buyurur ki, İmam Şafi rahiməhullah kimdir? Əhl-i Sünnənin imamlarındandır və alimlərdəndir. Əbu Abdullah Muhammed ibn İdris. Muhammed ibn İdris Əş-Şafi rahiməhullah və ümmət icma eləyib onun imamlığında. Həm fiqdə, həm əqidədə.
Ve buyurur ki rahimehullah: "Lev ma enzelallahu hucceten ala halqihi illa hadihi surete lekefethum." Allah Subhanahu ve Teala bu sureden başka bir hüccet insanlara nazil etmeseydi, bu onlara kifayet eləyərdi. Bu onlara kifayet eləyərdi. Və bu o demək deyil ki, bəziləri səhv anlayıb, bu o demək deyil ki, yəni bu yetər, artıq Qurana ehtiyac, digər surələrə ehtiyac yoxdur, digər ayətlərə ehtiyac yoxdur. Bu o demək deyil. Burada da təfsilat var. Burada məqsəd nədir? Yəni insanların üzərinə hüccət çatmasında kifayətdir. Yəni hüccət nə məsələdir? Yəni bu məsələləri ki, yəni əməl etmək, elm öyrənmək, əməl etmək, dəvət etmək, hüccət olaraq kifayətdir. Və buyurur ki, "İnnəhə kafiyetun fi iqametil hücceti min haythu cümleten alel beşer." Cümlət ümumi olaraq bəşərə hüccət olaraq bu surə kifayətdir. İz innəhə beyyenet lehum enne turuqur ribh vel fuz huve hadihil arba menazil. Çünki bu surə insanların uğura çatmasının yolunu göstərən bir surədir. İnsanların uğur qazanması üçün bu 4 mərhələni göstərən bir surədir. Və hadihil arba'atul menazil la tuhassalu illa bil Qur'an və sünnə. Və bu 4 mərhələyə də ancaq necə çatmaq olar? Quran və sünnə ilə. Fəmuraduhu rahimehullah enne hadihi suratul azimə cumiat usulul xeyr. Onun qəsdi nədir? İmam Şafi'nin qəsdi nə idi? Yəni bu surə yəni xeyrin əslini, üsulunu, xeyrin əsasını cəm eləyən bir surədir. Və fəhiyyə kafiyetun linnas fil hays ala at-tamassuk bi dinillah. Yəni o cəhətdən kifayətdir ki, insanlar dindən yapışsın deyənə. Dindən möhkəm tutul yəni. İz innel aqil basir el-mudrik iz sami'a hadihi sura aw qara'aha la budda an yas'a ila tecennubil khusran. İnsan, ağıllı insan, dərk eləyən insan bu surəni oxuyandan sonra nə edəcək? Onu xusrana uğrayan, ziyana uğrayan şeylərdən çəkinəcək, qaçacaq o şeylərdən. Ya bu cəhətdən bu surə kifayətdir sənə. O deməkdir, bu bu surəni oxu, başqa heç bir ayətə, heç bir hədisə heç nə üz vurma. Kifayət. Kifayət o cəhətdən yox. Kifayət yəni sənə xeyri bildirən olaraq, sənə ziyanı bildirən olaraq kifayət edir. Yəni sən bunu oxudun, bu surəni nə etməlisən? Artıq Quran sünnədən möhkəm yapışmalısan. Oxumalısan, Quranı, sünnəni əməl etməlisən, dəvət etməlisən, səbr etməlisən. يقول الشيخ الإسلام ابن تيمية رحمه الله وروي عن الشافعي أنه قال لو فكر الناس كلهم في سورة العصر لكفتهم. Şeyx İslam ibn Teymiyyə rahmetullah buyurur ki, İmam Şafii'dən belə bir şey də rivayet olunub ki, deyir, insanlar Əsr surəsi barəsində təfəkkür etsəydilər, düşünsəydilər, yəni bu surəni, onlara kifayət eləyərdi. Yəni belə oxuyub keçirsən, amma təfəkkür edib düşünməlisən, tədəbbür etməlisən, bu surədə olan faydaları götürməlisən. Hadihi rivayət-i thaniyə an İmam Şafi ennehu qal və ikinci İmam Şafi'dən gələn ikinci rivayətdə buyurur ki, "Ləv fəkkərən nas kulluhum fi suratil asr lekefethum." İnsanlar Əsr surəsi barəsində düşünsəydilər, təfəkkür etsəydilər, onlara kifayət edərdi. Və huve kema qala fa innallaha akhbara enne cemi'an nas khasirun. Yəni həmçinin İbn Teymiyyə rahmetullah buyurur ki, necə ki Allah Subhanahu va Taala buyurur ki, bütün insanlar xusran, ziyan içindədirlər, illə men kana fi nefsihi mu'minan salihan. Yəni özlüyündə mömin, salih olandan başqa. Mömindir, salihdir və həmçinin digərlərinə qarşı da nəsihətçi, nəsihət eləyəndir insanlara və səbr eləyəndir. Bu insan istisnadır.